Salam uşaqlar, bu günləri 3-cü sinif riyaziyyat dərsliyinin iş dəftəri səhifə 28-i işləyəcəm. Bölmə əməlini yerinə yetir. 343 bölünsün 7. 34'ü 7'yə bölürəm. 4 dəfə düşür. 4 7'nin 28. 4'dən 8 çıxmaq olmur. 14'dən 8'i çıxıram 6. 3 yazıram yanında. 63 bölünsün 7. 9 dəfə 7 9 63. 60'ı 8'e bölürəm. 7 dəfə düşür. 7 8'in 56. 0'dan 6 çıxmaq olmur. Bir onluq qoyuram. Ondan 6 çıxıram 4. 8'i yanında yazıram. 48'i də 8'e bölürəm. 6 dəfə düşür. 6 8'in 48. 77'ni 9'a bölürəm. 8 dəfə düşür. 8 9'un 72. 7'dən 2'ni çıxıram 5 qalır. 4'ü yazıram. 54'ü 9'a bölürəm. 6 dəfə düşür. 6 9'un 54. 24'ü 4'e bölürəm. 6 dəfə. 6 4'ün 24. 8'i yanına gətirib qoyuram. 8'i 4'e bölürəm 2 dəfə. 5'i 6'ya bölmək olmur. Ona görə 52'ni birlikdə götürürəm. 52'ni 6'ya bölürəm. 8 dəfə düşür. 6 8'in 48. 2'dən 8 çıxmaq olmur. Bir onluq götürürəm. 12'dən 8 çıxıram 4. 8'i yanına yazıram. 48'i 6'ya bölürəm. 8 dəfə düşür. 6 8'in 48. Keçirəm 6-cı tapşırığa. İfadələrin qiymətini hesabla. M bərabərdir 325 olduğunda M bölünsün 5 və N çıxılsın 4 bölünsün 3 ifadələrinin qiymətini tap. N'in yerinə 325'i qoyuram. 325 bölünsün 5'e. 32'ni 5'e bölürəm 6 dəfə. 6 5'in 30. 32'dən 30'u çıxıram 2 dəfə. 5'i yanına yazıram. 25'i 5'e bölürəm 5 dəfə. 5 5'in 25. Sonra N'in yerinə yenə 325'i qoyuram. Birincidə cavabımız deməli oldu 325 bölünsün 5 65. İndi isə 325'dən 4'ü çıxıram. 5'dən 4'ü çıxıram 1. Olduğu kimi yazıram. 321. 321'i isə 3'ə bölürəm. 3'ü 3'ə bölürəm bir dəfə. 1 3'ün 3. 3'dən 3 çıxıram 0. 2'ni gətirirəm bura. 2 3'ə bölünmədiyi üçün 1'i gətirirəm yanına qoyuram. 2 ədədi eyni anda düşürdüyüm üçün bura bir 0 atıram. 21'i 3'ə bölürəm 7 dəfə. 7 3'ün 21. Burada isə ifadəni yazıram. Birinci mötərizənin içərisində 325 çıxılsın 4 bölünsün 3. Cavab 107. İndi isə keçirəm 7-ci tapşırığa. Bölmə əməlinə aid misallar yazmaqla cavab ver. 133 gün neçə həftədir? Bildiyimiz kimi uşaqlar, bir həftəmiz 7 gün olduğu üçün 133'ü 7'yə bölürəm. 133 bölünsün 7'yə. 1 3'ə 7'yə bölünmədiyi üçün 13'ü birlikdə götürürəm. 13'ü 7'yə bölərkən bir dəfə düşür. 1'i 7'nin 7. 13'dən 7'ni çıxıram 6. 3'ü yanına yazıram. 63'ü 7'yə bölürəm 9 dəfə. Deməli 133 günümüz neçə həftədir? 19 həftə. 120 kilogram almanı hər birinə 8 kilogram olmaqla neçə yeşiyə yığmaq olar? Bunun üçün 120'ni bölürəm 8'ə. 12'ni 8'ə bölürəm bir dəfə. 1 8'in 8. 12'dən 8'i çıxıram 4 qalır. 0 yanına yazıram. 40'ı 8'ə bölürəm 5 dəfə. 5 8'in 40. Deməli 15 yeşiyə yığmaq olar. 156 yumurta 5 yerlik qablara yığılarsa neçə yumurta qabı dolar? Və neçə yumurta artıq qalar? 156'nı bölürəm 5'ə. 15'i 5'ə bölürəm 3 dəfə. 3 5'in 15.
15'dən 15 çıxıram 0, 6-nı yazıram burada. Bura bir 0 atıram bölünmədiyi üçün. Deməli 156-nı 5-ə böldüm 30 dəfə. Deməli 30 yumurta qabı olur. Bəs neçəsi qalır? 6-sı. 6 yumurta isə artıq qalır. 122 muncuqdan hər birində 6 ədəd olmaqla neçə qolbaq düzəltmək olar? Neçə muncuq artıq qalar? 122-ni bölürəm 6-ya, 12-ni 6-ya bölürəm 2 dəfə, 2 6-nı 12-yə, 12-dən 12-ni çıxıram 0, 2 qalır burada, 2 6-ya bölmək üçün bura bir 0 atıram. Deməli 20 qolbaq düzəltmək olur və 2 muncuq artıq qalır. Bölmə əməlini yerinə yetir. 525 bölünsün 5. 5-i 5-ə bölürəm bir dəfə, 1 5-im 5. 5-dən 5 çıxıram 0, 2-ni yazıram burada. 2 5-ə bölünmədiyi üçün bu 5-i də gətirirəm bura. 2 ədəd eyni vaxtda düşürdüyümüz üçün bura bir 0 atıram. 25-i də 5-ə bölürəm 5 dəfə. 5 5-in 25. 6-nı 6-ya bölürəm bir dəfə. 1 6-nın 6. 6-dan 6-nı çıxıram 0. 4-ü yazıram burada. 4 6-ya bölünmədiyi üçün 8-i gətirirəm yanına. 2 ədəd eyni vaxtda gəldiyi üçün bura bir 0 atıram. 48-i 6-ya bölürəm 8 dəfə. 9-u 3-ə bölürəm 3 dəfə. 3-sün 9. 0. Bu 0-ı yazıram burada. 3-ü gətirirəm aşağıya. 3-ü bölürəm 3-ə bir dəfə. 1 3-ün 3. 4-ü 2-yə bölürəm 2 dəfə düşür. 2 2-nin 4. 4-dən 4-ü çıxıram 0. 1-i yazıram burada. 1 bölünmədiyi üçün 2-ni gətirəm. 2-sini eyni vaxtda düşürdüyümüz üçün bura bir 0 atıram. 12-ni 2-yə bölürəm 6 dəfə. 8-i 4-ə bölürəm 2 dəfə. 2 4-ün 8. 1-i gətirirəm aşağıya. Bölünmədiyi üçün 6-nı da gətirirəm. 2 ədəd gəldiyi üçün bura bir 0 atıram. 16-nı 4-ə bölürəm 4 dəfə. 4 4-ün 16. 333 bölünsün 5. 3 bölünmədiyi üçün 33-ü birlikdə götürürəm. 33-ü 5-ə bölürəm 6 dəfə. 6 5-in 30. 3 qalır. Yenə 3-ü gətirirəm bura. 33-ü 5-ə bölürəm. Yenə 6 dəfə düşür. 6 5-in 30. Qalığımız 3 qalır. 416 bölünsün 6. 4 bölünmədiyi üçün 41-i birlikdə götürürəm. 41-i 6-ya bölürəm. 6 6-nın 36. 1-dən 6 çıxmaq olmur. 1 onluq götürürəm. 11-dən 6 çıxıram 5 qalır. 6-nı gətirirəm bura. 56-nı 6-ya bölürəm. 9 dəfə düşür. 6 9-un 54. Qalır 2. 5-i 5-ə bölürəm bir dəfə. 5-dən 5 çıxıram 0. 2-ni yazıram burada. 2 bölünmədiyi üçün 4-ü də gətirirəm. 2 ədəd eyni vaxtda düşürdüyü üçün 0 yazıram bura. 24-ü 5-ə bölürəm. 4 dəfə düşür. 4 5-in 20. Qalığımız 4 qalır. 7-ni 7-yə bölürəm bir dəfə. 1 7-nin 7. 0 qalır. 2-ni gətirirəm. 2 bölünmədiyi üçün 0-ı da gətirirəm yanına. Bura bir 0 atıram. 20-ni 7-yə bölürəm. 2 dəfə düşür. 2 7-nin 14. 20-dən də 14-ü çıxıram. Qalığımız 6 qalır. 365 bölünsün 9. 3 bölünmədiyi üçün 36-nı birlikdə götürürəm. 36-nı 9-a bölürəm 4 dəfə. 4 9-un 36. 0 qalır. 5-i gətirirəm bura. 1-a 1 0 atıram. Cavab 40. Qalır 5. İndi isə keçirik səhifə 29. 9-cu tapşırığımıza. Hər ifadənin qiymətinə bir hərf uyğundur. Cədvəldə ədədlərə uyğun hərflər yazmaqla sözlər oxu. 620-ni 5-ə bölürəm. 620 bölünsün 5. 6-nı 5-ə bölürəm bir dəfə. 1 5-in 5. 6-dan 5-i çıxıram 1. 2-ni yazıram burada. 12-ni 5-ə bölürəm. 2 dəfə düşür. 2 5-in 10. 2 0 yazıram burada. 20-ni 5-ə bölürəm 4. Deməli cavab 124. A hərfi 124-ə uyğundur. Deməli 124-də A yazıram. Sonra 423
bölünsün 3'ə. 4'ü 3'ə bölürəm bir dəfə, 1 üçün 3, 4'dən 3 çıxıram bir dəfə, 2'ni yazıram burada, 12'ni 3'ə bölürəm 4 dəfə, 3'ün 12, 3'ü yazıram burada, 3'ü də 3'ə bölürəm bir dəfə. Deməli, H hərfimiz 141'ə bərabərdir. Daha doğrusu 141'ə H hərfini yazıram. Sonra keçirəm 528 bölünsün 4'ə. 5'i 4'ə bölürəm bir dəfə, 1 4'ün 4, 5'dən 4 çıxıram 1, 2'ni yazıram burada, 12'ni 4'ə bölürəm 3 dəfə, 3 4'ün 12, 0, 8'i yazıram burada, 8'i 4'ə bölürəm 2 dəfə. 132 ədədimiz də ə-yə bərabərdir. 132'lərə ə yazıram. Yoxdur ki başqa. İndi isə getirəm 609 bölünsün 7. 60'ı birlikdə ötürəm, 60'ı 7'yə bölürəm. 8 dəfə 7, 8'in 56, ondan 6 çıxıram 4, 49'u da 7'yə bölürəm, 7, 7'nin 49. Deməli, 87 ədədinə də D hərfini yazıram. İndi isə keçirəm 615 bölünsün 3'ə. 6'nı 3'ə bölürəm 2 dəfə, 2 üçün 6, 6'dan 6'nı çıxıram, 0 qalır. 1 gətirirəm, 1 bölünmədi üçün 5'də gətirirəm, 2 ədədi eyni yanında düşdüyü üçün bura bir 0 atıram, 15'i 3'ə bölürəm 5 dəfə, 5 üçün 15. Deməli, 205'ə də D hərfini yazıram, 205'ə M hərfini yazıram. Başqa yerdə olmur, yoxdur başqa yerdə. İndi isə keçirəm 480'i, 480 bölünsün 3'ə. 4'ü 3'ə bölürəm bir dəfə, 1 üçün 3, 4'dən 3 çıxıram 1, 8'i gətirəm yanına, 18'i 3'ə bölürəm 6, üçün 18, 0 burada tək qaldığı üçün yanına yazıram. 160'a da İ hərfini yazıram. 432 bölünsün 6'ya. 43'ü 6'ya bölürəm 7 dəfə, 7 6'nın 42, 3'dən 2 çıxıram 1, 12'ni 6'ya bölürəm 2 dəfə. 2 6'nın 12, 72'yə də V hərfini yazıram. Sonra 765 bölünsün 9'a. 76'nı 9'a bölürəm. 8, 9, 10, 72, 6'dan 2'ni çıxıram 4 qalır, 5'i yazıram burada, 45'i 9'a bölürəm 5 dəfə. Deməli, 85'ə də B hərfini yazırım. 816 bölünsün 8'ə. 8'i 8'ə bölürəm bir dəfə, 1 8'in 8. 16'nı eyni vaxtda düşürdürəm. İkisini eyni vaxtda düşürdüyüm üçün biraz 0 atıram. 16'nı da 8'ə bölürəm 2 dəfə. Deməli, 102'yə də T hərfini yazırıq. Sonra 686'nı bölürəm 2'yə. 6'nı 2'yə bölürəm 3 dəfə, 3 2'nin 6, 0 8'i 2'yə bölürəm 4 dəfə, 4 2'nin 8, 6'nı da 2'yə bölürəm 3 dəfə. Deməli, 343'ə də R hərfini yazıram. 132'ni burada yazmamışam, bayaq tapmışdıq. 132'yə Ə yazırdıq. 160'a da İ yazmışdıq. Deməli, cədvəlimizin birinci sözü mərtəbə, ikinci sözü də isə vahidi, mərtəbə vahidi. İndi isə keçirik tapşırıq 10'a. Elektrik çaydanı şirə çəkən maşından 3 dəfə ucuzdur. Lalənin anası bir elektrik çaydanı və bir şirə çəkən alıb, maşını alıb satıcıya 200 manat pul verdi. Satıcı ona neçə manat pul qaytarmalıdır? Deməli, elektrik çaydanı şirə çəkən maşınından 3 dəfə ucuzdur. Bizdə şirə çəkən maşınının qiymətini verib. 108 manatdır. 3 dəfə ucuz olduğu üçün 108'i 3'ə bölürəm. 10'u 3'ə bölürəm. 3 dəfə düşür. 3 üçün 9. Ondan 9'u çıxıram 1. 8'i yazıram buradan. 18'i 3'ə bölürəm 6.
Deməli, elektrik çaydanının qiymətini tapdıq. 36 manatdır. Lalənin anası bir elektrik çaydanı və bir şirə çəkəni alıb 200 manat verdi. 108 ilə əvvəlcə 36-nı toplayıram. 6 üstə 8 14. 4 yazıram 1 yadda. 0 üstə 3 3. O da 1 4. 144. 200-dən də 144-ü çıxıram. 10-dan 4 çıxıram 6. 9-dan 4 5. Deməli 56 manat pul qaytarmalıdır. İndi isə keçirəm tapşırıq 11-də. Bölən 8-dir. Bölünən ən böyük 3 rəqəmli cüt ədəddən 129 vahid kiçikdir. Qismət neçəyə bərabərdir? Uşaqlar, biz bilirik ki, ən böyük 3 rəqəmli cüt ədəd deyirsə, bizim ədədimiz 998-dir. Bölünəni tapdıq. Bölən isə 8-dir. Yox, deyir, bölünən ən böyük 3 rəqəmli cüt ədəddən 129 vahid kiçikdir. Əvvəlcə 129-u çıxırıq bu ədəddən. 18-dən 9 çıxıram 9, 8-dən 2-ni çıxıram 6, 9-dan 1 çıxıram 8. 869-dur. Deməli, bizim bölünənimiz 869-dur. Bölənimiz isə 8 idi. Bunu çubuqlu bölməklə bölürəm. 869-u bölürəm 8-ə. 8-i 8-ə bölürəm bir dəfə. 8 birin 8. 8-i çıxıram 0. 6-nı yazıram burada. 6 bölünmədiyi üçün 9-u da gətirirəm. 2 ədədi eyni vaxtda düşdüyü üçün bura bir 0 atıram. 69-u da 8-ə bölürəm. 8 8-in 64. 69-dan 64-ü çıxıram 5. Deyir, qismət neçəyə bərabərdir? Qismət 108, qalıq isə 5-ə bərabərdir. Lalənin 152, Samirin isə 96 stikeri var. Lalə stikerlərini 4 qrupa böldü və bir qrupu Samirə bağışladı. Lalə və Samirin ayrı-ayrılıqda neçə stikeri oldu? Lalə stikerlərini 4 qrupa bölürsə, 152-ni bölürəm 4-ə. 152 bölünsün 4. 15-i 4-ə bölürəm 3 dəfə. 3 4-ün 12. 5-dən 2 çıxıram 3. 2-ni yazıram burada. 32-ni 4-ə bölürəm 8 dəfə. 8 4-ün 32. 4 qrupa böldü və bir qrupu Samirə bağışladı. Deməli, Samirə 38 stiker verib. Samirin 96 stikeri var idi. 96-nın üzərinə gəlirəm 38-i. 8 üstə 6 14. 1 yadda. 9 üstə 3 12. O da 1 13. 134 Samirin oldu. Lalənin isə 152-si var idi. 152-dən 38-in Samirə verdiyi üçün ona görə 38-i çıxırıq. 12-dən 8 çıxıram 4. 4-dən 3 çıxıram 1, 114. 114 Lalənin oldu, 134 isə Samirin.